belə görmək, belə konqrelərdə görmək həmişə xoşdur. Neyroleptiklərin bu tibbi istifadəyə başlaması ondan da daha da dəyərli bir, mən bunu qiymət verirəm. Həqiqətən də çox dəyərli. Çünki bu insanlar əvvəllər dəmir barmaqlar arasında qalmağa məcbur oldular ki, amma bəli, bu xlorpromazin qırdı və dünya tarixində bu həqiqətən də çox böyük bir hadisədir. Əslində İki yerə bölürük. Tipik antipsikotiklər, bir də atipik antipsikotiklər. Tipik antipsikotiklərdən aiddir rezerpin, xlorpromazin, haloperidol, flufenazin, tioridazin və digərləri və siz bunların hamısını çox yaxşı tanıyırsınız. Bunların içərisində ən çox hal-hazırda istifadə olunan haloperidoldur tipiklərin içərisində. Bütün dünyada da istifadə olunur. Baxmayaraq ki, tipik antipsikotik dərmandır. Dünyanın hər yerində də hələ də geniş şəkildə də istifadə olunur. Biraz daha çox yan təsirləri var, amma hələ də dünyanın hər yerində bu dəqiqə haloperidol geniş istifadə olunur. Bundan sonra tarixə nəzər salsaq, sonra klozapin çıxdı. Bu klozapin çıxandan sonra artıq bu atipik antipsikotik dərman maddələridir. Bunlar da çox önəmlidir, atipik antipsikotik dərman maddələri. Nəyə görə? Çünki bunlar yan təsirləri daha az verir. Məsələn üçün, nevroloji praktikada bizim çox rast gəlinir. Bunların verdiyi yan təsirlər, dopaminergik sistemə verdiyi yan təsirlərə görə. Məsələn üçün, diskineziyalar verir bu xəstələr. Sonra tardif diskineziyalar, tardif distaniyalar, tardif tremor, tardif parkinsonizmlər. Mən çox şanslıyam ki, bu halların hamısı ilə, demək əksəriyyəti ilə qarşılaşmışam. Çoxlu sayda tardif diskineziyalı xəstələr görmüşəm öz praktikamda. Düzdür, bizə bu xəstələri yönləndirirlər hər yerdən. Həm də biz Türkiyədə bu praktikalarda olanda, xüsusi hərəkət pozuntuları ilə məşğul olanda çoxlu sayda bu tipli xəstələr görmüşdük. Və bunların əksəriyyəti